Daha öncəki videolarımızda biz string, number, undefined və ya obyekt və array tipləri üzərindən danışmışıq. Artıq bu dərsimizdə tarix tipləri haqqında danışmış olacaq və tarixlər necə yaradılır, necə mənimsədilir və yaxud da o tarixlərə necə baxa bilirik. Bunun üzərindən danışmağa başlayaq. Bir let date deyək. Dəyişənimizin adıdır bu. Bərabərdir new date olaraq tarix yaradaq böyük hərflərlə və daha sonra console.log vasitəsilə tariximizi yazaq. Gördüyümüz kimi hal-hazırda neçənci gün olduğunu, hansı ay olduğunu, ayın neçənci günü olduğunu və hansı ildə olduğumuzu, saatını, dəqiqəsini və saniyəsini burada konsolda görmüş oluruq və hal-hazırda hansı regionda yerləşdiyimizi görürük. Bu sizin kompüterinizin içərisində olan, yəni sizin kompüterinizin tarixi nədirsə, tarix tipi nədirsə bu şəkildə göstərmiş olacaq. Biz tariximizi, hal-hazırki tariximizi bu şəkildə öyrənə bilirik və ya istədiyimiz bir tarixi yaratmış ola bilirik. Bu şəkildə yazdığımız zaman, yəni hansısa bir tarixi yaratmaq istədiyimiz zaman eyni buradakı ardıcıllıqla buradan başlayaraq buradakı ardıcıllıqla dəyişənlərimizi bu şəkildə daxil edə bilərik. Birinci yazacağımız date olmuş olacaq, daha doğrusu il olmuş olacaq, year olmuş olacaq. Məsələn 2018 vergül hansı ay olsun? 11 yazıram. Vergül aynı neçəsi olsun, məsələn 5 olsun, vergül. Buraya yazıram 05 ya da 6 olsun, vergül. 40 yazıram, vergül. 20 yazıram, vergül. Nəsə bu qədər bəsdir. Bu şəkildə yazdığımız zaman, baxın, burada fikir versəniz bu şəkildə göstərir artıq. Value string, number, date. Və aşağıya çevirdiyimiz zaman bizə kömək eləyir əslində burada. Nələr yaza bilərik? Aha, burada. Birinci yazacağımız deyir, il olacaq, sonra ay olacaq, sonra date olacaq, daha sonra saat olacaq, daha sonra dəqiqə olacaq və second və millisekundu yazmış ola bilərsiniz deyir. Bu şəkildə qeyd edilir burada. İndi baxaq konsola. Gördüyümüz kimi 2018-ci ilin dekabr ayının 5-i göstərir və saatı 6:40-20 göstərir. Yəni saniyəsinə qədər buradan dəyişdik biz. Burada diqqət eləməli olduğumuz bircə dənə şey var, o da ay məsələsidir. Ay məsələmiz sıfırdan başlayır. Yəni yanvar ayı yazmaq istəsək 0, dekabr ayı yazmaq istəsək 11 olaraq qiymətləndirir. Bu JavaScript-də bu şəkildədir. Yəni ayı sıfırdan saymağa başlayıblar. Qalan məsələlər normal tarix məsələlərinin eynidir. Burada siz məsələn 20-ni yazmasaydınız nə baş verərdi? Gördüyünüz kimi saniyəsi yazılmayacaqdı. 40-ı da yazmasaq saatı tam olaraq göstərəcəkdi. 6-ını da yazmasaq bu şəkildə ancaq tarixi görmüş olacaqdıq, tarixi düzəltmiş olacaqdıq və həftənin gününü öz avtomatik olsa təyin edir, biz yazmırıq. Əgər ayın gününü yazmasaydıq, il və ayı ilk ayın ilk günü olaraq qiymətləndirəcəkdi, amma bu şəkildə yaza bilmərik. Məsələn 2018 yaza bilmərik. 2018 yazdığımız zaman artıq bu gedir millisekundlara, yəni 2018 millisaniyə hesablanmış olur. Yəni bu bizə çox da lazım olmuş olmayacaq. Bu şəkildə yazırım, qaytarıram normal vəziyyətə. Bura qədər biz tarixlərimizi bu şəkildə dəyişməyə öyrəndik yaza-yaza. Və ya get metodları haqqında danışaq artıq. Date'lər üzərindən mən məsələn ayı necə götürə bilərəm? Bu zaman get metodlarımız işə düşmüş olur və burada çoxlu get metod görmüş olursunuz. Məsələn getdə eləyək. Baxaq. 6 qaytardı bizə. Məsələn başqa nə eləyə bilərik? Get full year eləyək. İli qaytardı bizə. 6 bu arada 6-cı gün olduğunu göstərirdi. Və ya second eləyərək saniyəni və ya digərlərindən istifadə eləyərək ayı, saniyəni, millisaniyə, time zone offseti, -240 bu time zone arasındakı məsafə məsələləridir, coğrafi olaraq. Və ya set eləmək məsələləri haqqında danışacaq, aşağıdakılarda. Və ya siz istəyirsiniz ki, tarixin, bu dəqiqə olan tarixin, məsələn, sadəcə ilini dəyişəsiniz. Məsələn, 2 il bundan əvvəl tapmaq istəyirsiniz. Daha doğrusu, 2019-da bu dəqiqə neçənci günü idi onu tapmaq istəyirsiniz, tutaq ki. Bu şəkildə eləyə bilərsiniz. Date daxilində set full year eləyərək, bura, məsələn, 2018 yazırıq və 2018-ci ildə bu vaxt, yəni ayın bu günü, neçənci gün olduğunu bu şəkildə tapa bilərik. Buradan da getdə eləyək. Gördüyümüz kimi 2018-ci ildə bugün 2-ci günüymüş. Bu şəkildə tapmış ola bilərsiniz. Set metodları haqqında da bu qədər. Bu şəkildə içində yazmaq əvəzinə bu şəkildə dəyişə bilərsiniz. Ardıcıllıqla yazmağınıza ehtiyac yoxdur və biz burada fikir verdiksə ancaq il təyin eləyə bilmirik. Onu belə eləyə bilərsiniz.
Başqa tarix tipləri üzərində bir şeyə ehtiyac yoxdur. Sadəcə olaraq siz gələcəkdə öyrənəcəyimiz set interval vasitəsilə məsələn aktiv bir saat yarada bilərsiniz. Yəni nə deməkdir bu? Siz konsola saatı verdiyiniz zaman, daha doğrusu tarixi verdiyiniz zaman siz o tarixi bir dəfə görürsünüz. Yəni səhifə hər dəfə refresh olunduğu zaman görürsünüz. Amma istəsəz belə bir şey eləyə bilərsiniz. Məsələn, set interval öyrənəcək gələcək dərslərimizdə və set interval vasitəsilə aktiv şəkildə ekranımızda saatı göstərə bilərik. Bir saniyyədən bir təkrarlayaraq saatımızı ekranda göstərə biləcəyik. Yəni bu funksiyalardan istifadə edəcəyik o zaman.